Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən sferik cüzcülər və sferik cüzcülərdə xəyalların alınması haqqında danışacağam. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Daha öncəki video izahlarımızdan sizə məlumdur ki, müstəvi cüzcülərdə xəyal özü boyda simetrik və məfhumi xəyaldır. Simetrik nə deməkdir? Yəni cisimdən cüzcüyə qədər olan məsafə cüzcüdən xəyalına qədər olan məsafəyə bərabər. Deməli, müstəvi cüzcülərdə xəyal necə xəyal oldu? Özü boyda, düzünə və məfhumi xəyaldır. Və həm də biraz öncə dediyimiz kimi xəyal simetrik xəyaldır. Bəs sferik cüzcülərdə xəyal necə xəyaldır? Əziz dostlar, sferik cüzcülərdə xəyal özü boyda böyüdülmüş, kiçildilmiş, həqiqi və məfhumi xəyal alına bilər. Bəs bu nədən asılıdır? Bu, cismin durduğu yerdən asılıdır və sferik cüzcünün köküç və ya qabarıq olmasından asılıdır. Buradan belə məlum olur ki, sferik cüzcülər özü də iki yerə bölünür. Köküç sferik cüzcülər, bir də nədir? Qabarıq sferik cüzcülər. Əgər gələn şüalar cüzcünün köküç hissəsinə düşürsə, hal-hazırda burada görürük, köküç hissəsinə düşürsə, bu cüzcüyə biz köküç sferik cüzcü deyirik. Əgər şüalar cüzcünün qabarıq hissəsinə düşürsə, bu cüzcüyə biz qabarıq sferik cüzcü deyəcəyik. İndi baxırıq, biz əvvəlcə köküç sferik cüzcü haqqında danışaq, daha sonra qabarıq sferik cüzcü haqqında danışarıq. Qabarıq köküç sferik cüzcüdə şüaların yolunu bilməliyik ki, biz nəyi quraq, xəyalı qurmağımız asan olsun. Şüaların yolundan da əvvəl biz cüzcünün üzərində olan nöqtələri təyin edək. Bax, burada gördüyünüz Fox nöqtəsi adlanır. Bax, bu bizim köküç sferik cüzcümüzdür. Burada duran nöqtə Fox nöqtəsi adlanır. Burada gördüyünüz nöqtə isə bizə verəcək cüzcünün əyrilik mərkəzi. Qırıq-qırıq xətlərlə göstərilmiş hissə isə, yəni xətt isə cüzcünün baş optik oxu və yaxud da sadəcə optik ox deyirik. Bəs burada duran nədir? Burada gördüyünüz isə cisimdir. Həmin cisim müəyyən yerlərə daşımaqla onun xəyalını almağa çalışacaq. Gəlin vaxt itirmədən baxaq görə xəyallar necə xəyaldır. Baxırıq, şüaların yolu, bax, bir dənə şüalar göndərək, görəsən şüaların yolu necədir? Baxırıq, əgər cüzcüyə paralel gələn şüa varsa, o sındıqdan sonra fokusdan keçəcək. Deməli, paralel gələn şüalar sındıqdan sonra hardan keçir? Fokusdan keçir. Baxırıq, diqqətlə baxırıq. Paralel gələn şüalar sındıqdan sonra həmişə fokus nöqtəsindən keçəcək. Bəs cüzcünün optik mərkəzinə, bəzən bu nöqtəyə biz qütüb nöqtəsi və ya da qütüblər də deyirik və qısa şəkildə desək, optik mərkəz deyə bilər. Hansı bucaq altında düşürsə, həmin bucaq altında da nə edəcək? Qayıdacaq. Burada göstərək, deməli, cüzcünün üzərinə paralel gələn şüalar cüzcünün üzərindən qayıtdıqdan sonra hardan keçdi? Fokusdan. Deməli, bu bir şüanın yoludur. Şüamızın birinin yolu. Deyək ki, bu birinci şüa olsun, bir deyək. İkinci şüa nə oldu, əziz dostlar? Baxırıq, cüzcünün optik mərkəzinə düşən şüa hansı bucaq altında düşürsə, həmin bucaq altında da nə edəcək? Qayıdacaq. Bəs cüzcünün fokusundan, deməli bu ikinci şüanın yolu. Bəs cüzcünün fokusuna düşən şüa necə yayılır? Cüzcünün fokusuna düşən şüa, bax, cüzcünün fokusundan keçən şüa, bax, həmişə baş optik oxa paralel istiqamətdə yayılır. Bax, bu bizim hansı cüzcüdə? Köküç sferik cüzcüdə şüaların yoludur. Gəlin əziz dostlar, indi xəyalların qurulmasına baxaq. Köküç sferik cüzcülərdə xəyalları qurmaq üçün minimum 2 şüa, maksimum istənilən sayda şüa götürə bilərik. Biz cüzcünü əyrilik mərkəzindən arxada, yəni qabaqda yerləşdirsək, xəyal necə xəyaldır? Əyrilik mərkəzindən qabaqda yerləşdirsək, baxın, bu bizim cisimdir. Görürük, buradakı gördüyümüz nədir? Götürdüyümüz cisimdir. Görsən, onun xəyalı necə xəyaldır? Bax, xəyal burada alındı. Xəyal necə xəyal oldu? Əziz dostlar, əgər şüaların özünün kəsişmə nöqtəsində alınırsa, xəyal necə xəyal olur demişdik? Həqiqi xəyal. Deməli, xəyalın xassələri həqiqi, tərsinə çevrilmiş, deməli, nə oldu? Tərsinə.
və kiçildilmiş oldu. Necə xəyal oldu? Kiçildilmiş xəyal oldu. Deməli, həqiqi tərsinə çevrilmiş və kiçildilmiş xəyal. Gəldi, indi cismi biz gətirək nəyin üzərinə? Bax, cismi gətiririk hara? Əyrilik mərkəzinin üzərinə. Bəs burada xəyal necə oldu? Görürük, bu bizim cisimdir. Bax, bu bizim gördüyünüz cisimdir. Bəs xəyalı hansıdır? Xəyal hissəsi də budur. Baxırıq, bəs həmin cismin xəyalı necə xəyaldır? Tərsinə çevrilmişdirmi? Bəli. Həqiqidirmi? Bəli. Niyə? Çünki şüaların özünün kəsişmə nöqtəsində alındı. Özü boyda mı? Bəli. Deməli, xəyal necə xəyaldır? Özü boyda. Özü boyda. Tərsinə çevrilmiş və necə xəyaldır? Həqiqi xəyaldır. Deməli, cismi biz əyrilik mərkəzinin üzərində yerləşdirsək, özü boyda, tərsinə çevrilmiş və həqiqi xəyal alınacaq. Bəs cismi əyrilik mərkəzi ilə fokus nöqtəsi arasına yerləşdirsək, baxırıq, bax, cismi əyrilik mərkəzi ilə fokus nöqtəsi arasında yerləşdiririk. Görəsən, xəyal necə xəyaldır? Baxırıq, xəyal göründüyü kimi, əziz dostlar, necə xəyaldır? Tərsinə çevrilmiş, nədir? Böyüdülmüş və necə xəyaldır? Həqiqi xəyaldır. Fikir verin, cisimimiz budur. Bax, xəyalı isə özündən daha böyük alındı. Necə xəyal deyəcək? Tərsinə böyüdülmüş və necə xəyaldır? Həqiqi xəyaldır. Deməli, cismi əyrilik mərkəzi ilə fokusun arasına gətirdikdə, yəni fokus nöqtəsinin arasına gətirdikdə bizim xəyalımız tərsinə çevrilmiş, böyüdülmüş və həqiqi xəyal olacaq. İndi əziz dostlar, cismi biraz da qabağa gətirək. Biraz da qabağa gətirsək, yəni fokus nöqtəsinin üzərinə gətirsək, ümumiyyətlə xəyal alınmır. Bəzən də buna deyirlər, xəyal sonsuz uzaq nöqtədə alınacaq. Yəni, hər iki halda, məsələn, fiziklər deyirik ki, diffraksiya nəticəsində şüalar hansısa sonsuz uzaq nöqtədə kəsişə bilər. Bu halda haradasa sonsuzda xəyal alına bilər. Amma riyazi baxımdan götürsək, paralel düz xətlər heç vaxt kəsişmədiyinə görə xəyal alınmır. Əslində, burada xəyal alınmır deyilməsi daha məntiqə uyğundur və sonsuz uzaq nöqtədə alınması biraz mübahisə məsələsidir. Biz deyək, xəyal alınmır. Biraz da qabağa gətirək. Baxın, qabağa gətirsək, xəyalımız necə xəyaldır? Buradan görünür ki, xəyalımız, bax, burada bizim xəyal alındı. Xəyal necə xəyal oldu? Böyüdülmüş, bəs şüaların nədir? Uzantılarının kəsişmə nöqtəsində alındığına görə xəyalımız məfhumi xəyaldır. Yəni, bu cisimdir, onun xəyalı isə böyüdülmüş, məfhumi və düzünə xəyal oldu. Yazırıq, böyüdülmüş, necə oldu? Düzünə və məfhumi xəyal alındı. Necə xəyal oldu? Məfhumi xəyal oldu. Əziz dostlar, buradan bir şey sizin nəzərinizə çatdırım ki, mən cismi güzgüyə yaxınlaşdırdıqca xəyalı neynədir? Böyüdür. Fikir verin, xəyalı böyür. Uzaqlaşdırdıqca isə xəyalı kiçiləcək. Bu bizim kökü sferik cüzgü haqqında deyəcəklərimiz. İndi gəlin, qabarıq sferik cüzgüdən danışaq. Bəs qabarıq sferik cüzgüdə şüaların yolu necədir? Şüaların yolu, baxın əziz dostlar. Baş optik oxa paralel gələn şüalar, bax buna birinci şüa deyək. Birinci şüa. Bax, neynədir? Şüa sferik cüzgünün üzərinə düşdü. Bax, sferik cüzgünün üzərinə düşdü. Amma uzantısı hardan keçdi? Fokusdan keçdi. Bax, uzantısı fokusdan keçəcək. Deməli, qabarıq sferik cüzgüdə baş optik oxa paralel gələn şüalar güzgünün üzərindən qayıtdıqdan sonra uzantısı fokusdan keçəcək. Bu bizim şüanın yoludur. Bu formada düşdü və qayıtdı. Deməli, iki şüanın yolunu biz neynədik? Çəkdik və uzantısı bu formada yayılacaq. Bu qabarıq sferik güzgüdə şüaların yoludur. Gəlin indi xəyallarına baxaq. Görəsən xəyallar necə xəyaldır? Əgər mən cismi bu nöqtədə yerləşdirsəm, deyək ki, sonsuz uzaq bir nöqtədə yerləşdiririk. Xəyal necə xəyaldır? Xəyalını görürük. Bax, burada xəyal görsənir. Xəyalımız kiçildilmiş düzünə
və şüaların uzantılarının kəsişmə nöqtəsində yerləşdiyinə görə məfhumi xəyaldır. Cismi biraz da qabağa gətirək. Görəsən, cismi biraz da qabağa gətirsək, fikir verin əziz dostlar. Xəyal neynədir? Nisbətən böyükdür. Bax, xəyalın nisbətən nədir? Böyüyür. Amma yenə məfhumi xəyal alındı. Deməli, cismi istənilən qədər güzgüyə yaxınlaşdırsa, xəyal fokus nöqtəsi ilə güzgünün arasından kənara çıxmır. Yaxınlaşdırdıqca xəyalı böyüyür və necə xəyal olur? Məfhumi xəyal. Yəni, qabarıq sferik güzgüdə həqiqi xəyal yoxdur. Bütün xəyallar necə xəyaldır? Məfhumi, düzünə kiçildilmiş xəyaldır. Və həmişə xəyal fokusla nəyin arasında alınır? Fokusla güzgünün arasında alınacaq. Əziz dostlar, bu bizim sferik güzgülər haqqında çəkdiyimiz video yazıdır. Videonu izləyin və sonda bəyənməyi unutmayın. Sağ olun, özünüzdən müğayət olun. Növbəti video izahlarda görüşmək ümidi ilə.